Peyğəmbər s.ə.v deyir, namazı ayaq üstə qıl. Xəstəsən, yaşlısan, ola bilsin ayaq üstə qıla bilmirsən, otura qıl. Otura bilmirsən, uzana qıl. Uzana bilmirsən, yatan sağ tərəfinə, sol tərəfinə qıl. Su ilə dəstəməz al, su ilə dəstəməz ala bilmirsən, torpaqla təyəmmüm elə. İnsanın orqanında gözündən başqa heç bir yeri qımıldamasa, gözünlə namaz qıla bilirsən. Hərəkətləri beynindən keçirərək namaz qıla bilirsən. Namazı əda eləmək üçün, qardaşa, bir qadağa yoxdur ki. Sovetlər dönəmində bilirsiniz, 70 il biz Komünist Partiyasının ateizminin təbliğ olunduğu bir ölkədə yaşayırdıq. İnsanlar Allah Peyğəmbər deyə bilmirlərdi. Evində Quran tapılan insanlara həbs var idi. Onunla bərabər, qardaşlar, biz Sovet hökuməti dağılandan sonra bəzi gizlin arşivlərdən yazılan kitablarda gördük ki, hətta Sovet hökumətində Komünist Partiyasının içində generallar var imiş ki, heç bir dəfə namazlarını buraxmayıblar. Heç kəs onların namaz qıldığını fark eləməyib. Gizlin qılırlarmış, gözləri ilə qılırlarmış, oturla qılırlarmış, torpaqla təyəmmüm eləyib qılırlarmış. Amma əsla və əsla namazlarını tərk eləməyiblər. Və hər kəs onu ateist olaraq, komünist olaraq başa düşüblər. Duruma görə. Amma insan namazı buraxmaq məsələsini ağlının ucundan belə keçirməməlidir. Çünki qiyamət günü də ölüb getdikdən sonra Allahın huzurunda ilk hesaba çəkiləcəyimiz nə olacaq? Yenə namaz olacaq.